Əziz abituriyentlər, bilirsiniz ki, 2 ildir ki, Dövlət İmtahan Mərkəzi isimləşmə mövzusunu proqramdan çıxartmışdı. Artıq bu ildən etibarən isimləşmə mövzusu buraxılış və qəbul imtahan proqramlarına əlavə olunubdur. Ona görə bu il bu yöndə sualların düşməsi ehtimal olunur. Mən də qərara gəldim ki, sizin üçün bir isimləşməyə aid bir video çəkim, paylaşım. Əvvəlcə sifətin isimləşməsi nədir? Gəlin bunu öyrənək. Sonra lövhədə yazdığım əlamətləri sizə izah eləyəcəyəm. Biz bilirik ki, sifət isimdən əvvəl gəlir və ismin əlamət və keyfiyyətini bildirir. Məsələn, deyirik ki, igid oğullar zəfər qazandılar. Zəfər qazandılar. Baxaq, kim qazandı? Oğullar, hansı oğullar? İgid oğullar. Sifət öz yerindədir, igid bilirik ki, sifətdir və özündən sonra isim gəlibdir. Yəni, normal belə olmalıdır ki, sifətdən sonra isim gəlsin və bu ismin, yəni əşyanın əlamət və keyfiyyətini bildirsin sifət. Ancaq elə olur ki, sifətdən sonra, yəni ona aid olan isim cümlədə işlənmir. Məsələn, bu oğullar sözünü cümlədən çıxartsaq, olacaqdır, igidlər zəfər qazandılar. İndi gəlin igidlərə ayrıca sual verək. İgidlər zəfər qazandılar. Kim? İgidlər. Bayaq hansı suala cavab verirdi? Sifət idi deyən igid oğullar. Hansı oğullar? Özündən sonra ismi gəlmişdi və hansı sualına cavab verirdi? İndi isə kim sualına cavab verdi? Bəs belə bir sual verə bilərsiniz ki, bu artıq çevrilib isim oldu mu? Xeyr. Sifətin isimləşməsi onun artıq sifətlikdən çıxması demək deyil. Yəni, morfoloji cəhətdən nitq hissəsi olaraq yenə sifət olaraq qalır. Sadəcə olaraq cümlə daxilində müvəqqəti olaraq ismin xüsusiyyətlərini qəbul eləyir. Həmişə mən şagirdlərimizi belə başa salıram ki, bax, elə bil ki, mən gedib kiminsə paltarını alıb geyinmişəm əynimə, müvəqqəti geyinmişəm da. Yenə mən Aysel müəlliməm da, dəyişmədim ki, o qonşu olmadım ki, yenə eyni adamam, sadəcə o müvəqqəti libasımı dəyişmişəm. Sifətin isimləşməsi də o deməkdir ki, cümlə daxilində müvəqqəti olaraq ismin xüsusiyyətlərini götürübdür. Amma belə də yenə də nitq hissəsi olaraq igid sifətdir, ona heç kəs isim deyə bilməz. Cümlə daxilində öz ismini itiribdir deyən, yəni özündən sonra gələn, ona aid olan ismi itirib deyən, burada isimləşməyə başlayıbdır. Yəni, qısacası, sifətlə isimləşmə o deməkdir ki, sifətdən sonra gələn isim cümlədə işlənməzsə, sifət onu itirərsə, ismin xüsusiyyətlərini götürər və isimləşər. Bax, burada sifət isim cümlədə işlətmədik, lər cəm şəkilçisini sifət qəbul edərək isimləşdi və ismin suala cavab verdi. Ola bilsin ki, cəm şəkil, ümumiyyətlə, ismin qrammatik şəkilçilərini qəbul eləməsin. Bir dənə sualını götürməyi kifayət eləyir ki, burada sifət isimləşsin. Sifətin isimləşmə məsələsini yəqin ki, anladıq. İndi gəlin, baxaq, lövhədə yazdığım əlamətlərə baxaq ki, sifət isimləşərkən hansı əlamətlərini itirir, hansıları qazanır. Sifət isimləşərkən sifətin sualına cavab vermə əlamətini itirir, artıq ismin sualına cavab verir. Əlamət və keyfiyyət bildirmək xüsusiyyətini itirir, artıq ad bildirir. Cümlədə təyin olmaq xüsusiyyətini itirir, artıq cümlənin mübtədası və tamamlığı olur, çünki ismin əlamətlərini daşıdır və isimdən əvvəl gəlmək xüsusiyyətini itirir, yəni isimsiz işlənir. Cümlədə hallanır, isim kimi cəmlənir, mənsubiyyətə görə dəyişir. Gəlin, indi hallanmağa nümunə deyək. Məsəl üçün, deyirik ki, igidlərin nərəsi. Burada hallandı mı? Elə igidlərin nərəsi həm də cəmləndi burada.
Mənim igidim deyəndə isə mənsubiyyətə görə dəyişdi. Yəni 3 halın 3-ü də baş verdi. Bəs isim, sifət isimləşərkən ismin hansısa xüsusiyyətini götürməyə bilərmi? Əlbəttə. Sifət isimləşərkən ismin hara sualına cavab vermək xüsusiyyətini götürürmü? Yəni kim nə sualına cavab verir, hara sualına cavab verə bilmir. İsim kimi konkret mücərrəd ola bilmir. İsim kimi ümumi xüsusi ola bilmir. Sifət isimləşərkən bir də dərəcə əlamətini qoruyub saxlayır. Biz demişdik ki, dərəcə əlaməti yalnız sifətə aid olan xüsusiyyətdir və bu xüsusiyyət sifətə çox sadiqdir. Heç yerdə sifəti buraxmaq istəmir. Dərəcə əlamətini də isimləşərkən qoruyub saxlayır. Məsələn, deyirəm ki, sarışınları bəyənirəm. Normalda olmalıydı. Sarışın qızları bəyənirəm. Qız sözünü, qızlar sözünü cümlədən çıxartmışıq. Yəni sifət özündən sonra gələn ismini itirib və ismin orada cəm və təsirli hal şəkilçilərini qəbul eləyərək isimləşib və sifətin azaltma dərəcəsində işlənir. Qısacası sifət isimləşərkən öz dərəcə əlamətini də qoruyub saxlayır. Bir məsələyə də toxunmaq istəyirəm ki, yəqin ki, şagirdlərimizə çox maraqlı olar ki, məsələn, belə bir cümlə yazın. Testlərdə də hər yerdə qarşınıza çıxa bilər. Yazaq ki, körpə anasını gözləyir. Körpə təbii ki, burada isimləşmiş sifətdir. Biz burada bax bu əlamətə fikir verin. İsimdən əvvəl gəlmək xüsusiyyətini itirir. Yəni isimsiz işlənir yazmışıq da burada. İndi belə bir məsələ var ki, burada bu tipli cümlələri görəndə uşaqlar deyə bilər ki, sifətdən sonra isim gəlib də bu öz ismini itirməyib ki. Belə deyə bilərlər, fikirləşə bilərlər. Ancaq burada bir məsələ var ki, orada diqqətli olmaq lazımdır ki, bu körpə anasını gözləyirdi. Bax, buradakı anası isminin sifəti deyil. Bu körpə sözü öz ismini itiribdir. Bunun ismi nədir? Körpə uşaq. Bax, buradakı körpə sözü bu uşaq sözünə aiddir. Yəni uşağın əlamət və keyfiyyətini bildirirdi bu körpə sözü. Artıq uşaq işlənmədiyinə görə artıq körpə sözü özü isimləşdi. Yəni bir sözlə burada gələn isim, yəni isimləşmiş sifətdən sonra gələn hər isim bu isimləşmiş sifətə aid deyil. Bu isimləşərkən onsuz da öz ismini itiribdir. Yəni bu öz ismini itirib. Yəni isimdən əvvəl gəlmə xüsusiyyəti itirib o deməkdir ki, aid olduğu ismi də, yəni bu ismə aid idi, bunu itiribdir. Artıq isimsiz olubdur. Bu cümlədəki digər isimlərin bu sifətə aidiyyəti yoxdur. Yəni bu sifət bu ismin əlamət keyfiyyətini bildirə bilmir axı. Yəni körpə ana deyil ki, körpə uşaq olmalıdır. Ancaq uşaq ismini də itirdiyinə görə isimsiz işlənir. Yəni belə cümlələrdə diqqətli olmağınız lazımdır ki, isimləşmiş sifəti müəyyən eləyə biləsiniz.